2026 yanvar ayının en şanslı bürcləri kimlerdir? 2026 yanvar ayında en çok şansı açılacak bürclər astro enerji baxımından belə görünür. Oğlaq 2026 Oğlaq ilinə güclü başlanğıc verəcək. Yanvar ayında karyera yüksəlişi, maddi sabitlik, yeni məsuliyyət və böyük uğur adının tanınması. İkinci, balıq. Yanvar balıqlar üçün şanslı təsadüflər ayı olacaq. Uğurlu anlaşmalar, gözlənilməz maddi qazanc, qoruyucu enerjinin güclü olması, sevgidə irəliləyiş. Üçüncü, əqrəb. 2026-cı ilin ilk ayı əqrəblərə güclü intuisiya, uğurlu qərarlar, köhnə problemlərin tam həll olması, karyera və şəxsi həyatda dönüş. Dördüncü, buğa. Yanvar buğalara xüsusilə maddi və iş şansı gətirir. Yeni imkan, qazanc artımı, planların uğurlu nəticələnməsi, uzun müddətdir gözlənən xəbər. Beşinci, tərəzi. Tərəzilər üçün yanvar harmoniya və rahatlıq, şanslı təsadüflər, yeni tanışlıqlar, şəxsi həyatın canlanması deməkdir.